Related və related table anlayışları haqqında danışacağıq. Bizim modelimizdə customers, products və sales cədvəlləri və həmçinin onları əlaqələndirən iki açar sütunumuz var. Customer key və product key. Biz bilirik ki, customers cədvəlində bu açar sütunumuz uniquedir. Yoxlaya da bilərik. Məsələn, 3 ID-sini seçdim və gördüyünüz kimi tək sətir çıxır. Sales cədvəlində isə bunu filtr eləsəm həmin 3-ə görə görəcəyik ki, bir neçə sətir çıxır. Yəni bir müştəri bir neçə dəfə sifariş verib. Deməli belə bir qənaətə gəlirik ki, customers tərəfi unique olduğu üçün one, sales tərəfi isə many tərəfidir. Və Power BI-də, yəni əlaqələrdə belə deyək, one tərəf, yəni customers cədvəli parent table, yəni ana cədvəl, sales cədvəli isə many olduğu üçün, many tərəf olduğu üçün child table, yəni bala table, bala cədvəl adlanır, belə deyək, tərcüməsindən. İndi biz bunları artıq aydınlaşdırdıq. Eyni qaydada products cədvəli də customers cədvəli ilə eynidir. Yəni products cədvəli parent table, sales cədvəli isə olduğu kimi qalır, yəni child table. İndi biz bir şey də dəqiqləşdirək ki, related və related table-ın işləməsi üçün mütləq one to many əlaqəsi mütləqdir, olmalıdır. Related funksiyası ilə başlayaq. Related funksiyasının əsas məqsədi nədir? Parent table-dan child table-a məlumat gətirmək üçün istifadə olunur. Yəni, parent bizdə customersdsa, bu cədvəldən child table olan sales cədvəlinə məlumat gətirmək. Baxırıq ki, bu hissədə sales cədvəlinə baxaq. Burada bizdə customer key sütunu var. Burada bir dənə filtrləri silim. Filtrləri silək ki, bütün datanı görə bilək. Sales cədvəlində görürəm ki, customer key var. Sadəcə mən customer name-i də görmək istəyirəm bu cədvəldə. Yəni, customer cədvəlinə gedib baxmaq istəmirəm hər dəfə. Ona görə nə edirəm? Sales cədvəlinin üzərində new column basıram. Və burada indi bir ad verək. Məsələn, Dax customer name. Daha sonra related funksiyasını çağırıram. Bu hissədə isə customer name seçirəm. Yəni seçmək istədiyim sütunu. Related vasitəsilə sadəcə bir sütun gətirə bilərik. Gördüyünüz kimi bizdə artıq yeni sütun yarandı və customer name göründü. Yenidən təkrarlayım. Related table-da parent table-dan child table-a yeni bir sütun gətirdik. İndi yenidən başqa bir nümunə göstərə bilərik. Məsələn, sales cədvəlində new column seçirəm yenidən. Adı olduğu kimi qalsın. Related funksiyasını çağırıb. İndi isə, məsələn, product cədvəlindən bir sütun gətirək. Məsələn, subkategory gətirək. Gördüyünüz kimi, bizdə products cədvəli də bayaqlar demişdik ki, parent table-dır. Həmin cədvəli işarələyirik sütununu və həmin cədvəldən, ana cədvəldən child table-a yeni bir sütun gətirdik. İndi isə related table haqqında danışaq. Related table isə related-in əks istiqamətdə işləyən variantıdır. Yəni bu dəfə biz child table-dan parent table-a məlumat göndərmiş olacağıq. Burada gəlirik, məsələn, customers cədvəlini seçirəm, new column basıram. Burada isə, məsələn, yenidən yazaq belə bir ad, Dax order count və burada biz count rows funksiyasından istifadə edək, sətir sayını sadəcə görək. Burada da related table çağırıram və sales cədvəlini seçirəm. Enter basıram.
Gördüyünüz kimi burada bizə sifarişlərin sayı göründü. Bu nədir? Biz burada bir dənəsini yoxlayaq. Məsələn, ID 4 olanı gedək satış cədvəlində filtr eləyək. Görək həqiqətən də həmin müştəri bu qədər sifariş veribmi? Gördüyünüz kimi 25 dənə sətir filtr olundu və gəlirik customers cədvəlinə. Baxırıq ki, ID-si 4 olan 25 dənə sifariş verib və bu şəkildə biz yeni bir sütun yaratmış olduq. E, və related ilə related table-ın bir fərqi odur ki, related yalnız bir dəyər gətirir bizə, yəni bir sütun gətirir. Relate table isə bütöv bir cədvəl və ya həmin müştəriyə aid olan bütün satış sətirlərini qaytarır. Sadəcə deyə bilərsiniz ki, burada niyə bir sütun görünür relate table'da? Yəni mən demişdim ki, bir cədvəli qaytarır bizə. Sadəcə biz burada control funksiyasından istifadə eləmişik deyə sadəcə onların sayını hesablayır. Normalda new measure və ya new column bizdə bir cədvəl qaytarmır deyə onları ümumiləşdirib, məsələn, sum, x, countrofs kimi funksiyalardan istifadə eləyib sadəcə bir dəyər qaytarırıq. Yəni bu şəkildə işləyir. Ümumiləşdirsək, relate table ana cədvəldən, parent cədvəldən, child cədvəlinə yeni bir sütun gətirir. Relate table isə child table'dan parent table'a yeni bir dəyər gətirir, yeni bir sütun gətirir. Bu şəkildə bu funksiyaları da tətbiq etmiş olduq və öyrənmiş olduq.